Bakıda bu ərazilərdən mərkəzə qatarla gəlmək mümkün olacaq. Yeni stansiyalar tikilir. Abşeron dairəvi marşrutu üzrə 3 dəmir yol xəttində 18 dayanacaq və stansiya tikiləcək və ya bərpa olunacaq. Report xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müavini Arif Ağayev deyib. Onun sözlərinə görə Abşeron dairəvi marşrutu çərçivəsində vaxtilə mövcud olmuş və hazırda əsasən yük qatarlarının istifadə elədiyi Zabrat-Maştağa bağlar, Bakıxanov, Binə-Qala və Yeni Suraxanı-Hövsan dəmir yol xətlərində aralıq dayanacaqların yaradılması nəzərdə tutulur. O bildirib ki, həmin istiqamətlər üzrə optimallaşdırma işləri artıq aparılıb və mövcud infrastrukturun yenilənməsi, həmçinin yeni stansiya və dayanacaqların inşası planlaşdırılır. Azərbaycan Dəmir Yollarının sədr müavini bildirib ki, bu stansiyalardan 3-ü Hövsan ərazisində yerləşəcək.